Yazıq toylara gedən deyiləm axı. Mən toy aparıcısı deyiləm. Bunu mən həmişə deyirəm, efirə edirəm ki, toy mənlik deyil. Amma hərdən olur da, məsələn, Yalçın müəllim zəng eləyir ki, ay Elgiz, tutaq ki, bizim bir məclis var orada, adam kimsə istəyib, gəl orada bir yarım saat belə, gəl o təmənnasız, bax belə. Nə olar, gələrəm, böyük məmnuniyyətlə, Yalçın mənim sözü yerə salmaq olar, yox təbii ki, bax belə bir şeydir. Adamlar da çox zəngin adamlardılar, toy sahibləri, belə hörmətli adamlardılar. Açılış eləmişəm, müğənilər oturub 10 nəfər, oturub arxa tərəfdə, olmayan müğənni yox, hamısı oradadır da, bu dəqiqə gündəmdə olan müğənilər hamısı oturub. Bir nəfər adam, neçə qarın bir kişi, əlində bir 5-6 dənə 5 manatlıq 10 manat pulları, belə baxıram, mən 60 manat orada pul olardı, toplam hesablasan ya yox. Söhbət bunun qədərindən getmir, yəni olduğu kimi yəni danışmaq istəyirəm. Gəlib dayanıb mənim qarşımda, Elgiz, bir dənə ana mahnısı oxu. Mən də danışıram, çıxış eləyirəm, ondan sonra insanlar orada mənə deyib, kimisi salamlamaq lazımdır, kiməsə, kişi mənə imkan vermir, Allah. Keçirəm bu tərəfə, yenə gəlib, özdəki, onu mən təqqil hesab edirəm, laf gəlib nə ki, ana mahnısı oxu, mən də nəsə, o pulu mənim ağzıma sən, niyə üzümə babamı belə o şəkildə, xoşum gəlmir belə şeydən, əsəbləşirəm. Keçdim yenə, böyük mədəniyyətsizdir. Təbii ki, böyük mədəniyyətsizlikdir, balaca bu boyda neçə qarın bir kişidir. İndi keçirəm bu tərəf görülməsiz, bu səfə keçir bu tərəfə. İmkan vermir sözüm. Ha o tərəf, ha bu tərəf, ha o tərəf, ha bu tərəf. Nəsə, indi mikrofonu yerə qoymuşam, çəkilmişəm, dayanmışam, qıraqda gəlib. Sən niyə oxumursan ki? Bəs biz toya gəlmişik. Bu nə deməkdir? Deyirəm ki, bəs siz bilmirsiniz ki, mən oxuyan deyiləm. Siz ömründə görmürsünüz ki, mən özdə ana mahnısı. Siz nədən? Mən bilmirəm axı. Mən o qədər orada müğənni. Sən oxuyacaqsan deyir. Bax, sən oxuya bilirsən, anladırsan məni. Pulu verirəm da, pul verirəm. Ay Allah, sənə qurban olum, mən nə işə keçdim, mən niyə gəldim bura? Bu nə məsələ, neyim, evimdən də. Nəsə, bu getdi oturdu yerində, üstünə bir müddət keçdi. Yenə də mən söz demək məqamında gəldi, yanımda dayandı. Gör nə deyir ha özdə. Elə oxuyacaqsan ki, ana mahnısını. Mən hönkür-hönkür ağlayacağam. Hələ mən oxumanı, anam hələ bu hönkür-hönkür ağlayacağam. Yalçın müəllim, necə əsəbləşdim, özümdən bir yıxdım. 500 nəfər cəmaat oturub, toydu, 500 nəfər adam oturub, aləm cəmaat hamı baxır da. Bunun qarnına bir dənə yumruq qoydum mən. Nətər özümdən artıq beynim çöndü. Nətər heşdimə ki, bunun 4 oğlu da toyda. Necədir sənin üçün əlim-əlim? Şimdi 4 oğlu da oradadır. Hamısı da belə. Nəsə bax, bu olay yaşandı. Ondan sonra dedim mən daha toya getmərəm, mənlik deyil.